Hamıya salam. Bugün Java-da obyekt yönlü proqramlaşdırmanın prinsiplərindən olan inheritance-a baxacağıq. Ən birinci inheritance-a keçməmişdən qabaq mən keçən videoda konstruktorları izah eləmişdim, amma orada konstruktorların access modifierları haqqında danışmamışdım. Bir dənə bunlar haqqında da danışım. Deməli, konstruktorun qarşısında işlədilən access modifierlər adi metodlarda işlədilən, ondan sonra fieldlərdə işlədilənlərlə demək olar eynidir. Sadəcə onların bir dənə praktikasını göstərmədim. Mən main klassına gəlirəm və bunların hamısını mən silirəm. Və burada bir dənə package yaradıram. Adını qoyuram model və person atıram onun içinə. Deməli, mən də bunları işlətmirəm, bunları da silirəm. Deməli, məndə bir dənə konstruktor var bu klassın. O da ki, 2 parametrli konstruktordur. Name alır, surname alır və buradakı dəyərləri mənimsədir. Mən bunun access modifierini public elədiyim üçün mən bunu proyektin istənilən yerində obyektin yarada bilirəm. Person klassını, obyektini mən istənilən yerdə yarada bilirəm. Niyə? Çünki bunun access modifieri public. Əgər mən bunu default eləsəm, yəni bunu buradan silsəm, baxın, error gəldi. Baxın, yarada bilmirəm. Niyə? Çünki eyni package daxilində olmalıdırlar. Elə burada da onu deyir. Deyir ki, ya onu public deyildir, ya onu sən public elə, ya da ki, ayrı package-də olanda deyir, görə bilmirəm. Ona görə main-i model package-in içinə atıram. Baxın, error getdi. Default olanda da belədir. Protected-da hələ baxmırıq, çünki o bugünün mövzusudur. O inheritance mövzusudur. Ondan sonra və mən bunlar eyni package-in altındadır. İndi mən bunu private eləsəm, yenə qızarır. Bu səfər də nə deyir? Deyir ki, bu konstruktor private access-dir. Yəni, nəyə başa düşürük burada? Əgər konstruktorun qabağında private yazılıbsa, deməli, bu klassın obyektini yaratmaq olmur. Yəni, mən bu klassın obyektini heç cür yarada bilmirəm. Çünki private-dır. Necə eləyirəmsə eləyim, bunun obyektini yarada bilməyəcəm. Görə mən bunu təzədən public eləyirəm. Main-i də keçirəm source-un altına. Baxın, errorlar getdi. Bir dənə keçən videoda izah eləmədiyim bu qalmışdı. Onu da izah elədim. İndi inheritance-a keçə bilərik. Deməli, inheritance miras alma deməkdir. Yəni ki, bir klassın digər klassdan metodları, bəzi fieldləri miras almasıdır. İndi gəlin deyək ki, məndə bir dənə student klassı var. Və bu student klassının name-i var, age-i var, bir də surname-i var. Və mən həmçinin bunun üçün konstruktor yaradıram. Getter'larını yaradıram. Hamısı yarandı. Hamısı yarandı. Və bir dənə də teacher klassı yaradıram. Və bunda da private string name, ondan sonra surname, bir də private int age, bir də teacher-a özəl maaş yazıram bura. Private double salary. Və student-ə də bura bir dənə grade əlavə eləyirəm. Private double grade. Yəni tələbənin qiyməti. İndi mən burada bir dənə konstruktor yaradıram. Getter setter metodlarını da yazdım. İndi siz fikir verirsinizsə, mən deməli burada həm name, surname, age yazmışam studentdə. Həm də teacher'da name, surname, age yazmışam. Əslində bu kod təkrarıdır. Baxın, burada da
getir setir metodları təkrarlanır. Yəni bu da eyni işi görür, bu da eyni işi görür. Və mən deyirəm ki, bunları bir dənə ortaq şeyə çıxarım. Bunları bir dənə ortaq bir dənə klassda bunları bölüşdürüm. Student də teacher də bir dənə person deməkdir də. Mən burada bir dənə person klass yaradıram. Və eyni dəyərləri burada yazıram. Konstruktorunu yaradıram. Daha sonra getir setir metodlarını yazıram. Və gördüyünüz kimi person klassında da name, surname, age var. Və mən artıq bunları buradan silirəm. Bu konstruktoru falan hər şeyi silirəm buradan. Və teacher'da da gəlirəm. Name, surname, age bunları silirəm. Və bunların hamısını silirəm. Bir dənə salary qalır. Bu student də teacher də hər biri bir person olduğu üçün mən bunları persondan asılı vəziyyətə gətirirəm. Amma mən bunu sözdə deyirəm də, kodda hələ ki tətbiq eləmədim. Bunun üçün extend keyword-ündən istifadə olunur. Yazıram ki, bura extend person deyirəm və teacher-a deyirəm ki, extend person. İndi mən burada error alıram. Errorun üstünə gətirsəm, deyir ki, personda no arts konstruktor yoxdur. Gəlirəm bura, public person deyirəm və error getdi. İndi mən burada student yaratmışam, bir də teacher yaratmışam və bunların ortaq fieldləri var. Name, surname, age. Bir də teacher'ın özünə aid dəyəri var, salary. Studentin də özünə aid dəyəri var, grade. Deməli, bura qədər aydındır, bura qədər başa düşdük. İndi mən studentdə name, surname, age, bir də teacher'da həmin o 3 dəyəri necə istifadə edəcəm ona baxaq. Mən burada gəlirəm, public, student, string, hansılar ortaqdırsa onları yazıram, surname, age və double grade. Bunları deyəndən sonra burada bir dənə belə bir şey keyword var, super keyword var. Bu super gedir super klassının konstruktorunu çağırır. Həmçinin bu super klassı da çağırır. Məsələn, mən burada super nöqtə desəm, baxın, metodlarım gəldi. Get age, get name, get surname. Əslində studentdə belə metod yoxdur da. Biz sadəcə get grade yazmışıq. Yəni, super nöqtə get grade desəm görməyəcəm, amma get name desəm, baxın, get name'i görürəm burada. Niyə? Çünki personun içindəki metodları mən buradan çağıra bilirəm super keyword ilə. Və həmçinin super yazanda belə mötərizə açaranda bu o deməkdir ki, super klassın konstruktoruna istifadə eləmək istəyirəm. Super klassın konstruktorunu istifadə eləyirəm. Və eyni şeyi teacher üçün də eləyəcəm. Public, teacher belə, super name, surname, age və this nöqtə, burada grade yox, salary olmalıdır. Və this nöqtə salary bərabərdir salary. Yəni ki, mənə göndərilən ad, soyad və yaş dəyərlərini mən person klassının konstruktorunda mənimsədirəm. Və teacherə xas olan xüsusiyyəti, yəni maaşı, teacherin öz konstruktorunda mənimsədirəm. Həmçinin studentdə də eyni şəkildə edirəm. This.grade bərabərdir grade. Və mən bunun obyektlərini yaratmaq istəsəm, deyirəm ki, student bərabərdir new student və mən burada məndən name gözləyir. Salmanov, age gözləyir 19 və grade'i də deyirəm ki 90. Və
teacher obyektində yaradıram. Teacher. Tutaq ki, yaşı deyirəm 27 və bunu da maaşını deyirəm 1500. Obyektləri belə yaradıram. İndi mən burada əgər desəm ki, student.get, baxın, mən buradakı get name, get surname, get age metodlarını görürəm. Bir də həmçinin get grade metodunu görürəm. Burada əgər fikir versəz, bunlar biraz incə tonla yazılıb, amma bu biraz belə bold yazılıb da. Bu o deməkdir ki, bold yazılan metodlar. Bu o deməkdir ki, bu student klassının öz içində var. Həmçinin baxın set get metodlarında da bu görünür. Bu o demək ki, student klassında olan metodlar bold görünür. Amma onun super klassından gələn metodlar isə incə tonla görünür. Əgər mən burada get name'i götürüb çapa versəm, baxın, Salman gələcək bura. Deməli, biz kod təkrarını azaltdıq. Burada hər səfərində setter getter metodları yazmaq əvəzinə, burada həmin o dəyərləri təkrar həm studentdə, həm teacherdə yazmaq əvəzinə hamısını, bütün ortaq olan şeyləri bir dənə klassa çıxartdıq və digər klasslarımızı ondan extend elədik və bu super klassın metodlarından istifadə elədik. Həmçinin onu da qeyd edeyim. Burada teacherlə student subklassdır, yaxud child klassdır, person isə super klass adlanır, bir də parent klass adlanır. Bundan bu qədər. İndi inheritance nə zaman istifadə oluna bilər? Əgər bizim relationımız is a relationıdsa, onda qurula bilər. Yəni, məsələn, mən burada deyə bilirəm ki, student is a person. Yəni ki, student bir insandır da. Ona görə mən inheritance'ı qura bilərəm. Teacher'da da eyni şeyi qura bilərəm. Amma, məsələn, burada bir dənə dog klası yazsam, onu qura bilməyəcəm personla. Niyə? Çünki onda fərqli dəyərlər var. İndi, məsələn, itin yaşı ola bilər, amma o buna uyğun gəlmir də. Çünki is a relation'ı pozulur. Mən dog'u bir dənə animal super klassı ilə eləyə bilərəm. Başqa super keyword'ünü dedim. Bir də method overriding var. Method overriding anlayışı var daha doğrusu. Bu nə deməkdir? Bu super klassda olan metodların child klasslarda istifadə eləyə bilməkdir. İndi mən burada bir dənə şey yazıram. Public void print deyə bir dənə metod yazıram. Və burada deyirəm ki, cout person. Person klassında bir dənə metod yazdım və onun da içində person çapa verirəm. Və mən gəlsəm burada desəm ki, student.print və həmçinin teacher.print desəm, kodu run versəm, baxın, personlar gəldi bura. Bu niyə belə oldu? Print metodunu çağıranda gedir studentin içinə, görür ki, burada print metodu yoxdur. Amma görür ki, burada bir dənə persondan extend eləyirdi. Bunun bir dənə person adında super klassı var. Bu klassa gəlir və burada print metodunu görür. Və ona görə bunu işlədir. Teacher'da da həmçinin. Teacher'in içinə girir, görür ki, teacher'da belə bir dənə metod yoxdur, amma persondan extend eləyir. Java bunu görür və person klassına gedir, buradakı print metodunu çapa verir. Daha doğrusu icra eləyir. Əgər mən teacher'in içinə gəlib, burada bir dənə desəm ki, generate eləmirəm, elə birbaşa yazıram public void print və burada da desəm ki, cout teacher. İndi kodu run versəm, baxın, studentdə sadəcə person gəldi bayaqki kimi, amma teacherdə artıq person yox,
teacher yazısı gəldi. Niyə baş verdi? Print metodu gəlir, studentin içinə gəlir. Görür ki, studentdə print metodu yoxdur. Gedir person içində olanı çağırır. Amma teacherdə print metodunu çağıranda gəlir teacherin içinə. Görür ki, burada print metodu var. Ona görə teacherin öz print metodunu çağırır. Teacherin öz print metodunu çağırır və personun print metoduna oca getmir. Həmçinin studentdə də print metodu yazmaq olar. İndi kodu run versəm, belə olacaq. İndi mən belə bir şey eləmək istəyirəm. Mən istəyirəm ki, print metodunda bunların bütün məlumatları gəlsin. Yəni burada studentin həm name'i, surname'i, age'i və həmçinin grade'i də gəlsin. Mən gəlirəm personda, printdə, buranı silirəm. Deyirəm ki, cout name, zisə ehtiyac yoxdur. Name, surname, age deyirəm. Və daha sonra burada print metodunda biz demişdik ki, superklassın metodlarını istifadə etmək üçün, ümumiyyətlə superklassdan istifadə etmək üçün super keyworddən istifadə olunur. Super.print deyirəm və altında da deyirəm ki, cout grade deyirəm. Və burada lap başda deyirəm ki, cout student info. Teacher'də də gəlirəm. Teacher info super.print və salary deyirəm. Və bunlarla yanaşı mən bir dənə də person class yaradıram. New person. Yəni burada bir dənə boş konstruktor var. Bu lazım deyil. Gəl hamısını fərqli ad verək. Sən student Salman qalsın. Və deyirəm John Doe. Burada deyirəm ki, Kate Smith. Və age-nə deyirəm 21. Və gəlib burada person.print deyirəm. Bunların da arasına gəlin belə bir dənə boşluq qoyaq. Kodu run versəm. Baxın. Student info gəldi. Mənim bu konstruktora göndərdiyim dəyərlər gəldi, çapa verildi. Salmanov, age, bir də grade. Ondan sonra teacher'in print metodunu çağıranda teacher info yazıldı. Bu səfər teacher'ın adı, soyadı, age gəldi və salary'si gəldi. Bir də personun da print metodunu çağıranda bu səfər grade ilə salary gəlmədi. Birbaşa name, surname, age gəldi. Yəni bu kodda izah edeyim. Daha doğrusu nümunəni. Deməli, studenti burada mənimsətdik. Dəyərlər mənimsədilir burada. Və studentin print metoduna gəlsəm, burada bir dənə student info çapa verilir. Baxın burada. Student info çapa verilir. Daha sonra super.print var. Mən bu metoda getsəm, bu gəlir, belə bir dənə kodu icra edir. Name'i, surname'i və age'i mənim üçün çapa verir. Burada var ki, name, surname, age. Həmin obyektin adı, soyadı və yaşını çapa verir. Ondan sonra işi qutarandan sonra bu metodun gəlir, bir də grade'i çapa verir. Grade'i superin üzərindən çapa verə bilmirəm. Niyə? Çünki person grade dəyərini görmür. Grade'i sadəcə student görür. Və burada da grade'i çapa verir. Sonra teacher'a baxsaq, teacher.print deyəndə bu metoda gəlir. Teacher infonu çapa verir. Teacher infonu çapa verəndən sonra bura gəlir. Yenə həmin obyektin name'ini, surname'ini, age'ini çapa verir. Və salary'sini də gəlir burada çapa verir. Çünki bayaq dediyimiz kimi superclass
həmin bu salary dəyərini görmür. Bunu ancaq teacher klası görür. Persona gəlsək, burada print metodu birbaşa olaraq gedir ki, super klasa və name, surname, age çapa verir. Bu nümunədə belə. Və metod, bu adlanır metod overriding. Yəni metod overriding nədir? Super klassda olan metodun sub klasslar tərəfindən özünə uyğun formada dəyişdirilib işlədilməsidir. Yəni baxın, mən bu metod, print metodu person klassında fərqli iş görür. Name, surname çapa verir. Amma student klassında student info yazır. Nə bilim, onsa grade çapa verir. Sonra teacher klassında isə başqa bir şey yazır. Başqa bir şey çapa verir. Ya sadəcə çapa vermək deyil. Burada istənilən əməliyyat icra oluna bilərdi. Amma sadəcə biz, daha doğrusu mən bu nümunə üzərindən göstərdim. Və metod overridingdə belə bir dənə annotation istifadə olunur. Override annotationu. Bu annotation metodun üzərində yazılır və bu annotation yoxlayır ki, bizim metodumuz düzgün override olunub, yoxsa yox. Məsələn, mən burada voiddir, mən bunu int eləyirəm. Baxın, qızarır. Çünki düzgün override olunmuyub metod. Ondan sonra teacher'da da həmçinin. Yazmasaq da olar. Amma məsləhət odur ki, gərək yazaq. Çünki məsələn, başqası gəlib bu koda baxanda ola bilər ki, bura fikir verməsin. Elə bilər ki, teacher'ın öz metodudur və gələcəkdə səhv bir şeylər yaza bilər. Ona görə override olunan metodların üstünə həmişə override yazmaq yaxşıdır. Və əgər mən burada bunu silsəm, daha doğrusu kommenti alıram və mən burada deyirəm ki, generate. Baxın, burada override methods var. Və burada personun bütün içində nə qədər metod varsa, hamısı gəlir. Mən print metodunu override eləsəm, baxın, özü avtomatik arxada gəlir override yazır. İndi gəlin biraz metod overridingin qəbul elədiyi access modifierlara baxaq. Ən birinci onu demək lazımdır ki, private metodları override eləmək olmur. Məsələn, private void test deyirəm burada. Burada da cout test deyirəm. Və mən studentə gəlirəm. Burada override methods deyirəm. Baxın, testi mən burada görə bilmirəm. Mən test metodunu burada görə bilmirəm. Niyə? Çünki onun access modifieri private'dır. Private olan metodlar sadəcə aid olduğu klassın daxilində işlədilə bilər. Ondan sonra mən burada default deyə bilərəm. Yəni, heç bir şey qoymuram. Bunu override eləyəndə override methods test deyirəm. Bunun access modifieri ya default olmalıdır, ya da defaultdan daha geniş olmalıdır. Yəni ya bu protected olmalıdır. Baxın, qızarmır kod. Ya da ki, public olmalıdır. Amma mən bunu private eləsəm, bu kod qızaracaq. Çünki icazə yoxdur. Ya hansı access modifier'dadsa bu, ya həmin access modifier'dan override eləməliyik, ya da həmin access modifier'dan biraz daha geniş olan access modifier'lardan. Ya protected, ya da ki, default. Amma 99% hallarda elə hansı access modifier'dırsa, elə ondan da istifadə edirlər. Yəni, access modifier'i dəyişmirlər metod overridingdə. Daha sonra mən bunu protected eləsəm, baxın, artıq default'u götürmür. Niyə? Çünki default protected-a nəzərən biraz, necə deyim, dar access modifier'dir. Accessi biraz daha azdır protected-a nəzərən. Ona görə mən burada ya protected yaza bilərəm, ya da ki, public yaza bilərəm. Həmçinin public metodları da override eləyəndə elə public yazılmalıdır. Yəni, bunu dəyişib mən protected eləyə bilmirəm.
Metod overriding üçün də access modifier qaydası belədir. Bir də metod overridingdə bizim ən başda duran metod hansı return type ilə yazılıbsa, metod overridingdə də, daha doğrusu həmin metodu override eləyəndə də elə həmin return type işlədilməlidir. Məsələn, bu test metodunu mən super test yazmıram. Bunu int eləyirəm. Deyirəm ki, return 5. Belə demək olmaz. Çünki bu hansı şeydə yazılıbsa, return type-da yazılıbsa, subclass-da da həmin return type-da istifadə olunmalıdır. Və metodun adı da dəyişməməlidir. Məsələn, burada bunun adı testdir. Mən bunu gəlib test 2 deyə bilmərəm. Baxın, onda da override qızarır. Deyir ki, mən super klassda test 2 adında metod tapa bilmirəm. Metod overridingin qaydaları da bu şəkildədir. Bir də protected-ı izah eləyim. Hər dəfə görürdük, amma inheritance keçməmişdik, izah eləmirdim. Deməli, mən bir dənə model package yaradıram. Və person klassını atıram bu package'in içinə. Və mən bu getter setter metodlarını buradan silirəm. Artıq istifadə eləməyəcəyik. Və bunu deyirəm ki, public. Encapsulation istifadə eləmirik, ancaq public deyirik. Ancaq public deyəndən sonra test metodunu da silirəm buradan. Student də bu qızarır, bunu düzəldirəm. Bu private qalsa da olar, bundan işimiz yoxdur. Burada da error yoxdur. Burada public deyirəm. Və main-də student bərabərdir new student deyirəm. Name göndərirəm. 19 və 90. Və mən burada student nöqtə deyəndə surname, name və age-i görə bilirəm. Ondan sonra mən üçün burada mən bir dənə person klassı yaratsam. New person. Buradakı dəyərləri elə götürürəm. Bura kopyalayıram. Student artıq ehtiyacımız yoxdur. Person üzərindən göstərəcəm nümunəni. Mən burada person obyektimi yaradıram. Student persondan extend eləyir. Fərqli package-dədilər. Baxın. Amma teacher-i burada extend, bunu buradan silirəm. Və bunları da buradan silirəm. Mən studentdə bir dənə metod yazıram. Public void test deyə bir metod yazıram. Mən main-də person nöqtə deyəndə bunu görə bilmirəm. Amma studentdə mən bunu birbaşa görə bilirəm. Name. Hətta mən bunu belə deyə bilirəm ki, cout name. Mən bu name-ə desəm, baxın, protected olan yerə gedir. Amma teacher-də mən bunu görə bilmirəm. Public void test deyirəm yenə. Name deyə bilmirəm, çünki onu tanımır. Niyə? Çünki persondan extend eləmir. Amma əgər teacher-ı bununla eyni package daxilinə atsam, burada bir dənə person obyektin yaratsam, person nöqtə desəm, baxın, name'i burada görə bilirəm. Person nöqtə name, bunu çapa verirəm. Amma teacher-i gəlsəm, təzədən source-un içinə atsam, refactor eləsəm, baxın, qızarır. Niyə? Çünki fərqli package-dədilər və teacher bunun subclass-ı deyil. Ona görə teacher bunu işlədə bilmir. Amma studentdə elə bir problem yoxdur. Student birbaşa olaraq bunun fieldini istifadə edə bilir. Hətta bura gəlir
Bir dənə də deyirəm ki, public void hello metodu yazıram bura. Daha doğrusu protected void hello. Və burada da deyirəm ki, cout hello deyirəm. Teacher'a gəlsəm, person nöqtə hello metodunu burada işlədə bilirəm. Niyə? Çünki eyni package daxilindədirlər. Studentdə də işlədə bilirəm. Elə birbaşa hello deyəndə bu onu görür. Amma teacher'ı təzədən atıram source-un içinə. Baxın, hello-nu da görmür. Bunu komment alım. Hello-nu da görmür. Deyir ki, hello has protected access in model.person. Deyir ki, person içindəki hello metodunu ya sən public elə, ya da ki, bunları eyni package daxilinə at. Inheritance haqqında bu qədər. Növbəti videoda görüşərik.